Hamını salamlayıram. Səninlə Guru Markets. Şirkət haqqında ümumi məlumatdan başlayaq. Aşağıda hər bir göstəriciyə daha ətraflı baxaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Tədqiq olunan şirkətin bütün göstəricilərinə daha diqqətlə baxa bilərsiniz. İndi şirkətin əsas göstəricilərini müqayisə edək. Columbia Financial Inc. Ticker CLBK. Bu icmal 4 aprel 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifata görə Guru Markets təşkilat Columbia Financial Inc. alt kateqoriyaya aiddir. Bank Classic qiymətləndirmədə 249 şirkət iştirak edir. Bu çox təmsil edicidir. Bu videonun nəticələrinə əsasən sifarişlər cədvəlinə baxaq. Şirkət üçün ümumi nəticə 10 baldan -6,5. Alt kateqoriya üzrə orta nəticə 1,1 baldır. Çox geniş baxsanız, ümumilikdə ABŞ bazarında. Siz görə bilərsiniz ki, ABŞ fond bazarı üçün orta hesabla cəmi 1,9 baldır. Üçün -6,5 xalla qarşı Columbia Financial Inc. Şirkətin səhm qiymətinin dinamikasının müqayisəsi Columbia Financial Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görürük. Columbia Financial Inc. -17,4% dinamika göstərib. 13,2% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Bu açıq aydın heç nəyi göstərmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Korporasiyanın bazar kapitallaşması Columbia Financial $1,43 milyard dəyərində qiymətləndirilib. $1,168 milyard alt kateqoriya kapitallaşması ilə. Columbia Financial 0,122% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması $1,8 milyard həcmində qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə $1,007 milyard. Columbia Financial 0,107% paya malikdir. Bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Columbia Financial Inc. bir alt kateqoriyada bazar dəyərinin qiymətləndirilməsi halında %0,122-dir. Balans dəyəri 0,107% təşkil edir. Bu, bazar dəyərinin payından 12% azdır. Alt kateqoriyada təşkilatın bazar və balans dəyərindəki payının qiymətləndirilməsi pis, -1 bal. Tədqiq olunan şirkətin $1,99 milyard maliyyə öhdəlikləri var. Balansın kapitallaşdırılması üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 101,8%-ni təşkil edir. Şirkətin borcları üzrə nəticə pis, -1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 0-dır. 12,8 alt kateqoriyada orta göstərici ilə bu alt kateqoriyadakı orta göstəricidən daha pisdir. Alt kateqoriya təşkilatları ilə müqayisədə mübadilə qiymətinin mənfəət göstəricisi üzrə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -$12 milyon olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Bu şirkət üçün son dərəcə mənfidir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 3,2-dir. 1,5 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 113% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar qiymətinin gəlir göstəricilərinə qiymətləndirilməsi pis, -1 bal. Son 12 ayda gəlir $450 milyon olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Və bu, şirkətin qiyməti üçün çox pisdir.
Proqnozlaşdırılan gələcək satış göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, pis, -1 bal. Satış marjası -2,6% təşkil edir. Alt kateqoriyada isə orta hesabla 11,6%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 14,2% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,58% təşkil edir. Bu, bazar kapitallaşma payından 110% azdır. Və bu fakt şirkətin cari mübadilə dəyərinin balanssızlığını əks etdirir. Columbia Financial, yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $1892.000 bərabərdir. Alt kateqoriyada isə $892.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 112,1% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının miqdarının qiymətləndirilməsi, dözümlü, 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği $-15,400.000-dır. Alt kateqoriya üçün orta hesabla $69,800.000 və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 78%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Təşkilatın bir işçisinə düşən satış payı $597.000-dır. Alt kateqoriyaya görə $601.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 1%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisi üçün satışların qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Satışa çıxarılan səhmlər 8,1%, alt kateqoriya orta hesabla 2% təşkil edir. Bu, qısa bir sıxılma riskinin qiymətləndirilməsidir. Göstərici RASO 14 şirkət üçün %27 səviyyəsini göstərir. Columbia Financial. Alt kateqoriyada bu səviyyə 43%-dir. Texniki cəhətdən alt kateqoriyanın səhmləri şirkətin səhmlərindən yüksək qiymətləndirilir. Columbia Financial, Inc. Şirkətin cari səhm qiyməti təxminən $13,65-dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $18,1-dır. Faktiki təxmin və konsensus proqnozunun dinamikası təxminən 32% təşkil edir. Hamı üçün əlçatan olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş tamamilə bütün qərarlar var. Guru, Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Səhmlərin qiymətləndirilməsinə əsaslanır. Columbia Financial. Qiymətləndirmə məlumat sistemi Guru, Markets aşağıdakı qərar qəbul edilir. $13,64 qiymətində satış əməliyyatı açın. Sifariş açıqdır, çünki şirkətin kifayət qədər aşağı reytingi var. Təşkilat qiymətləndirmə metodu, Akimin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 12,41 səviyyəsində müəyyən edilmişdir. Stop loss 14,87 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra 04 may 2025-ci il tarixli sessiyanın nəticələrinə əsasən əməliyyat avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, PCB, əsas alış sifarişi olacaq. Əsas müqavilə ilə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. Digər sifariş cari səviyyədə müəyyən edilir.
Sona qədər izlədiyiniz və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun Guru Markets. Siz bütün dünyada ən yaxşı tamaşaçısınız.